Yoldaşımın qohumları ilə bir yerə yığışıb bir günümüzdə belə keçirdik. Həm piraşki bişirdik, həm xəngəl hazırladıq, hələ çatdırsaq kətə də hazır edərdik. Əslində kətənin göyərtisi hazır idi. Sadəcə hazırlamağa enerji, yeməyə də yer yox idi. Bəs sizin yoldaş tərəfdən qohumlarla aranız necədir? Mən hər birini çox sevdim. Ən əsası da səmimi insanlardır. O ki, bəzi insanlar var, ancaq söz atmaqla məşğuldur və ya sadəcə öz aləmində zarafat elib elə özü gülər və ya səndə səhv tapmağa çalışır ki, hər kəsin içərisində onu sənə desin. Mənim həmin insanlarla heç aram yoxdur. Elə həmin anda da məsafəni qoyuram. Günümüzün elə bir çox hissəsi deyib gülməklə keçdi. Həm qəşəng vaxt keçirdik, həm də ki bişirib düşürüb qəşəngcə yedik. Xəngəlin xəmirini baldızım yoğurdu. Soğançasını mən hazırladım. Yəni belə deyim də sadəcə qızartdım. Ən əsas işim isə bu gördüyünüz kadrları çəkmək oldu. Hə, bir də yadımdan çıxmamış bu gördüyünüz bütün qab qazanları elə ən axırda da özüm yudum. Xəngəl hazır olduqdan sonra baldızım da süfrəni hazırlayır və qeyd eləyir ki, süfrəmizin forması budur, qətiyyən qırış deyil. İnanın mənə qızlar, heç kim heç nəyə orada fikir vermir, elə siz də fikir verməyin. Əsas birlikdə keçirilən zaman, edilən söhbət və bizə qalan bolluca xatirə və bir günümüzü beləcə yola verdik. Qızlara isə buradan səslənirəm, hər şey əla idi, əllərinizə sağlıq olsun. Bilirəm deyəcəksiniz ki, xanımlar necə də bir-birinə oxşuyur, qaynanamın bacısıdır qızlar. Xəngəli yeyərkən istiləndik, dedik yanına qarpız yox, qap-qaynar çay lazımdır sərinləmək üçün. Çayı da içib vlogu sonlandırıram. Sona qədər baxan hər kəsə təşəkkür edirəm. Göz haqqınızı halal edin. Səhifəmizi izləyin ki, gələn səfərki vloqlardan xəbərdar olasınız. Hələlik.